Hamıya salam. Deməli, Lütfüaddan Rezəd Məntiq Ensiklopediyası Eldəniz mənim kitabından sınaq 7-yə baxırıq. Baxıq görək sınaq 7-də necə suallar var və yaxud da harda səhv suallar varsa onları da qeyd edəcəm bildiklərimdən. Deməli, birinci sualda ABCD 4 fərqli rəqəmdir. 4 fərqli rəqəmdir. AB və CD ədədləri verilib 2 rəqəmli ədəddə. Bu iki ədədin cəmi ən çox neçə olar? Demək, əgər AB ilə CD-ni 2 rəqəm ədədin mən əgər cəminin çox olmasını istəyirəmsə və bunlar da 4 fərqli rəqəmdirsə, ona belə çıxır ki, bunun onluq mərtəbəsinə böyük ədədləri verməliyəm. Təklik mərtəbəsinə nisbətən böyük ədədlər verməliyəm. Nə deməkdir bu? Məsələn, A-ya və yaxud da C-yə fərqi yoxdur. 9 verəcəyik. Bunu mən başqa qələmlə nəylə göstərim? Deməli, bu A-ya məsələn 9 versəm, C-yə mən 8 verməliyəm. Və yaxud da A-ya 8, B-yə 9 fərqi yoxdur. Onsuz da bunlar toplanacaq. Məsələn, bu formada yazdım. İndi isə növbəti bizim fərqli ədədimiz 7-nin altıdır da böyük ədədlər. Onları da verirəm təklik mərtəbəsinə. Yenə fərqi yoxdur. İstəyirsiniz B-yə 7 verin, D-yə 6 verin və yaxud da bunları yeni dəyişin. Onsuz da bunlar toplanacaq 6-6. Vəssalam. Yəni mən ədədi 97, 86 götürdüm. Birdən deyirsiniz ki, bəlkə 96, 87 fərqi yoxdur. Bunları toplayacaqsınız. Niyə bunları götürdük? Çünki onluğu daha böyük olan ədəd cəmlənəndə daha böyük cəmi verəcək. Ən çox cəm neçədir deyir. 7-nin 6-nın cəmi 13 1 yadda. 9 ilə 8-in cəmi 17, o da 1, 18. Yəni nə? 183 aldıq. Cavab burada. Deməli, birinci sualın cavabı C variantı. Digər sual. Demək, ABC ilə bu ədədlər toplanıb, belə bir ədəd olub. Bu əməldəki ən böyük 3 rəqəmli ədəd hansıdır? Buradakı ən böyüyü hansı bunların? Demək, məsələ nədir burada, dostlar? Burada məsələ nədir? Baxın, burada ABC iştirak eləyib, burada da ABC iştirak eləyib, burada da ABC iştirak eləyib. Deməli, belə çıxır ki, bu ABC-nin cəmi həmişə yadda saxlayın. Bu 1 ilə buradakı ədədin cəmi, bax, burada həmişə baxın ABC şəklindədirsə, belə bir qayda yadda saxlayın ki, nə etmək olar? Bu 1-i götürərik, bir də D-ni götürərik. Yəni 1 ilə D-nin cəmi bizə ortadakı eyni ədədlər verməlidir. Məsələn, ortada 5, 5, 5, 5 bu formada gəlibsə 5 verməlidir. Onda D nədir? 4-dür. Yəni burada ABC-nin cəmi 14-dür. Yəni 14-dür. Onda D-nin payına düşdü nə qədər? 4, 1 yadda. Burada yenə ABC 14, o da 1, 15. Bəli, ödəyir. Yenə ABC 14, o da 1, 15 yazıblar. Bəli, ödəyir. İndi ABC-nin cəmi 14 almışıq. D-ni isə standart olaraq 4 almışıq. 4 almışıq. İndi bizə deyir ki, bu əməldəki ən böyük 3 rəqəmli ədəd hansıdır? D-ni ehtiyac yox idi əslində, D-ni tapmağa. Birdən deyər ki, D-ni ABC, belə deyək də, ABC cəminin üzərinə D-ni gəlib bu formada soruşsaydı, D-ni tapmaq olar. Yəni, D burada lazım deyil bizə. ABC cəmi 14 şəklindədir. Yəni, necə? A, B, C cəmi 14 şəklindədir. İndi burada ABC bizdə axı rəqəmlərdir. ABC bizdə rəqəmlərdir. Ən böyük rəqəm necə ola bilər burada? Ən böyük rəqəm necə ola bilər? Ən böyük rəqəm, məsələn, A-ya 9 verə bilərsən. 9 versən, yerdə qalan bu B ilə C-nin cəminə qalır 5. Bax, B ilə C-nin cəminə 5 qalır. Onda mən B-yə 5, C-yə 0 versəm, səhv eləyəcəm. Yəni, A variantı var, bu A variantı səhv cavabdır. Niyə? Çünki C 0, burada baxın, C, A, B ədədi var. 0 ədədi başlamıraq. Yəni, bu deyil. Yəni, 5 deyil. A 9-dur. Bu qalır yerində. B isə 1 vahid azaldırsan, edirsən 4. Deməli, bu 4-dən 1 imiş. Yəni, nəticə olaraq ədədimiz 941-dir. B variantı. Ədədimiz 941-dir, ən böyükdür. Növbəti sual. Üçüncü tapşırıqda bizə deyir ki, 1/3 hissəsi dolu olan qabdakı meyvə suyun hamısı eyni bölükdə bölünmüş hissələrə ayrılmış başqa bir qaba boşaldılır. Buna əsasən boşaldılan qabın görünüşü aşağıdakılar hansı olar? 1/3 hissəsi dolu olan qabdakı meyvə suyunun 1/3 hissəsi dolu. Eyni bölükdə bərabər hissələrə ayrılmış başqa bir qaba boşaldılır. Yəni 3/1-ə uyğun hansıdır da bunlardan? Məsələn, A variantında 4/2-dir.
Bir sözlə 2-də 1 də ola bilər. Burada B variantında deməli neçə hissə var burada? 5 hissə var da. 5-də 2-dir. Burada deməli 3, 6-da 3'dür burada C variantında. Yəni 2-də 1 deyil. D variantında bir dəqiqə sayım mən. 1 dəqiqə. Deməli 1, 2, 3, 4, 5, 6, burada 3. 9'da 3. Aha. 9'da 3'ü 3'ə ixtisar eləyərik. 3'də 1 alarıq. Həqiqətən də 3'də 1 hissə deyir dolu olan qab düz gəlir. Deməli cavabımız burada da D variantıdır. Yəni 3'də 1'ə uyğun kəsir axtarırsan da variantlardır. Bunu demək istəyim. Növbəti 4-cü tapşırıq. Deyir hansı kəsirlər uyğun deyil? Aşağıda variantda verilmiş 4 ədəd oxlarında uyğun kəsirlər verilmişdir. Hansı variantda kəsirlər nöqtəyə uyğun deyil? Deməli 1 ilə 0 arasında, baxın A variantında neçə hissə ayrılıb? 1, 2, 3 hissə ayrılıb. Bəli, düzdür. 0-dan sonra 3'də 1 hissə gələcək. Baxın, bura 3'də 1 hissədir. Bura 3'də 2 hissədir. Bura isə 3'də 3, 1'dir. Ödəyir. Yəni bu A variantı doğrudur. Bizə səhv istəyir, uyğun deyil. B variantı 1, 2, 3, 4, 5 hissədir. Yəni 0 ilə 1'in arasında 5 hissə var. Deməli bu kəsirdə 5'də 1 uyğundur da. Düzdür A variantı da. B variantı doğrudur. C variantı 1, 2 hissədir. 0 ilə 1'in arasında 2'də 1 yazıblar. Bəli, 2'də 1 hissə. Yəni 2 hissə varsa deməli 2'də 1 doğru. C də düzdür. Deməli A düz, B düz, C düz. Cavab deməli belə çıxır ki, D variantıdır. Amma yoxlayaq. Deməli 0 ilə 1'in arasında 1, 2, 3, 4, 5, 6 hissə var. Baxaq, 6 hissə yoxsa? Deməli 1, 2, 3, 4, 5, 6, 7 hissə var. Yəni bu 6'da 1 yazılan yerin yerinə 7'də 1 yazılmalıydı. 6'da 1'in yerinə 7'də 1 yazılmalıdır. Ona görə D variantı uyğun gəlmir. 5-ci sual. 5-ci sualda biraz elə bil ki, məsələ nədir 5-ci sualda? AB natural ədədlər şərti var. Sonra məsələn A natural ədəddirsə B də mütləq natural ədəddir. Məsələn ikincidə zaten sən əvvəldə vermisən də. Biraz şərtlə burada verilənlər biraz elə bil ki, nəsə mənə uyğunsuz gəldi. 5-ci sualda. Yəni zaten sən onsuz da demisən də əvvəldə A ilə B natural ədəddir. İkincinin yoxlamağa dəymir axı. Elə deyil. A natural ədəddirsə deyir B də mütləq natural ədəddir. Zaten sən demisən də A, B naturaldır. O biraz mənə çatmadı, yəni tam olaraq. Ona görə baxaq normal. A ilə B naturaldır. A 0 ola bilməz çünki naturaldır deyək bax. Deməli bu doğrudur. Yəni bunu götürəcəyik 2-ni. A natural ədədsə B də mütləq naturaldır. Bəli, özü demişdik ki, naturaldır. A-nın ala biləcəyi ən kiçik natural ədəd 1'dir. A-nın ala biləcəyi ən kiçik natural ədəd 1'dir. Bəli, çünki natural ədədlərin ən kiçiyi 1'dir də. 1, 2, 3. Yəni burada D variantı götürürük. D variantı götürürük. Amma yenə deyirəm, biraz nəsə bu şərtlə bu verilənlər üçü biraz mənim belə maraqlı qaldı. 6-cı. Bağçada 35 uşaq vardır. Bir oğlan, bir qız uşağı bağçaya gəlməzsə. Yəni 2 nəfər. Bağçadakı hər bir oğlan uşağının oğlan dostlarının sayı qız dostlarının sayının 3'də 1'idir. Deməli oğlan uşağının qız dostlarının sayına 3x deyirəm. Oğlan dostlarının sayı olur x. Oğlan dostlarının sayı qız dostlarının 3'də 1'idir. Amma oğlan uşağının oğlan dostlarının sayıdır. Ya bu oğlan özü bir nəfər nəzərə alınmır. Onda belə eləyək. Bir oğlan, bir qız uşağı bağçaya gəlməsə. Yəni ki 35'dən 2 nəfər gəlməsə 33 nəfər olacaq. 33 nəfər olacaq. Amma o 33'dən axı biz dedik oğlan uşağının, yəni 33'dən baxın bura. Hər bir oğlan uşağının oğlan dostu x-dir, qız dostu da 3x şəklindədir. Ona görə 33'dən o bir nəfəri çıxıram, oğlanın çünki söhbət. 33'dən də bir çıxıram. Bu bir çıxmaq gəlməyənlərə aid deyil, bu oğlanın özünə aiddir. 32 nəfərdir. 32 nəfər x və 3x-ə uyğun gəlməlidir. Yəni x üstə gəlsin 3x 32 nəfər olmalıdır.
Onu da buradan alırsan 4x bərabərdir 32. X də bərabər nə? 8. X-i 8 aldıq. İndi bizə deyir ki, bağçada cəmi neçə qız uşağı var? Cəmi neçə qız uşağı var? Onda bir dənə diqqətlə baxın. Onda qız uşaqların sayı nə qədər idi? 3x şəklindədir. Amma bir qız da gəlməmişdi ya. Bir qız da gəlməyib deyir, gəlməsə. Onda bizim cavabımız nə şəkildə olacaq? 3 vurulsun, tapdığın x axı 8-dir. 3 vurul 8, üstdən gəlsə o bir nəfər də gəlməyən. Ümumi adamların sayı belə tapılacaq. Olacaq 24, o da 1, 25. Yəni yekun cavab 25 olacaq bu sualın cavabı. Yəni A variantı. 7-ci sual. Bir bölmə əməlində bölünəndən 26 vahid kiçik, qalıqdan isə alt dəfə böyükdür. Dəfəni həmişə yazın uşaqlar. Dəfə hissəsini yazın. Deyir bölən, qalıqdan. Bir də burada qismət yazıb. Ya bunlar xırda səhvlərdir əslində, amma yəni tam olmalıdır. Sualın həmişə şərti tam olmalıdır. Bunu nəzərdə saxlayın. Qismət yox, çünki qalıqdan söhbət gedir. Natamam qismət olmalıdır burada. Onu boş verək. İndi bölünəndən 26 vahid kiçikdir, qalıqdan 6 dəfə böyükdür. Bölən 6 dəfə qalıqdan kiçikdir. Qalığa mən x deyirəm. Bölən 6x olur. 6x olur. Bölünəndən 26 vahid kiçikdirsə, deməli bölünəndə 6x üstəgəl 26 olur. So. Yəni bölən 6x-dir. Yəni qalıq x-dan 6 dəfə böyükdür. Bölən 6x-dir. Bölünən 6x üstəgəl 26-dır. Bölünəndən 26 vahid kiçikdir. Vəssalam. Bu bölmə əməlinə görə qismət natamam qismət, yəni 3 olarsa qalıq neçə olar? Biz bilirik ki, bölünəni tapmaq üçün, yəni 6x üstəgəl 26-nı tapmaq üçün natamam qisməti, yəni 3-ü vurmaq lazımdır bölənə, yəni 6x-a. Üzərinə qalığı gəlməyə lazımdır. Qalıq da bizdə nə idi? X. Üzərinə qalığı x-i gəlməyə lazımdır. Bunu həll eləsək, deməli 6x üstdən gəlsin 26 bərabərdir. 3-ü 6-ya vuranda 18x, 6x-ə vuranda. Bir dənə də x var, 19x. Buradan 6x-i sağ tərəfə keçirdən 19-dan çıxanda olacaq 13x bərabərdir 26, x də bərabərdir 2. Yəni x olacaq 2. Qalıq neçə olar? Qalıq biz x-ə demişdik, cavab 2. Görürsünüz, bax, variantlar arasında yoxdur. Bəzən 7-ci sualın cavabı olacaq 2. Burada qeyd edirəm. Baxın, burada qeyd edirəm cavabı. 7-ci sualın cavabı 2 olacaq. Variantların hər biri səhv verilib. Bu şagird kimdirsə bu D variantını işarə eləyib. Yəqin kitabın arxasından baxıb ola bilər. Amma yəni burada cavab yoxdur 7-ci sualda. Cavab 2-dir. Cavab 2-dir. Növbəti. Bəzi müəllimlər də izah eləyib, amma cavab yəni 2-dir. 4 rəqəmli ABC bir ədədi 3 rəqəmli bu ədədindən bu vahid çoxdur. Onda belə çıxır ki, mən 4 rəqəmliden həmin 3 rəqəmlidir. Çıxanda həmin bu cavabı almalıyam. Vəssalam. Alt-alta çıxır həmişə bu suallarda. Sonra ABC-ni taparıq. Deməli, bizdə məsələdə nə etməliyik? ABC bir ədədindən çıxmalıyam AB 3 ədədini və cavab olaraq almalıyam 4778-i. Onda belə çıxır ki, mən rəngi dəyişim. Deməli, 11-dən 3 çıxanda 8 və A da burada mütləq yəqin ki 3 olub. Çünki daha doğrusu 5 olub. Çünki bu da 1 vahid verməlidir. 7 alınsın burada fərq. Məcburən burada 5 olmalıdır. A 5 deyir. A burada da 5 deyir. A 5-dirsə, onda bura nədir ki 1 vahid verməlidir? Təbii ki bura 3 olar. Çünki bu da buna nəsə verməlidir. Fikir verin. Yəni B-dən də bu hansı bir vahid verməlidir ki B-ni çıxasan 7 olsun yenə. Onda bu B də burada 3 yazandan sonra onda belə çıxır ki C də buna 1 vahid verir. Baxın, diqqətlə baxın. 11 olur. Onda C burada məcbur. 7-nin 3-ün cəmi 0 yox. Məcbur C də 1-dir. Fikir verin indi. İndi bura baxın. Yoxlayın. Bax, 1-dən 3-ü çıxa bilmirəm. Bu 1 buna 1 vahid verir. Qalır 0. Yəni C-nin yerində qalır 0. Bura olur 11 çıx 3. 11-dən 3 çıxanda 8. Burada 0 qalıb, düzdürmü?
0-dan 3 çıxamaq olmur. 10-dan 3 çıxırsan 7 düşür aşağı, düz. Düz. İndi 10 eləmək üçün onu 10 eləmək üçün 3 buna 1 vaid vermişdi də. Onda burada nə qalır? 3 yox, 2 qalır. Yəni 12-dən indi 5 çıxanda nə olur? 7 düşür aşağı. 12 eləmək üçün bu 5 buna 1 vaid vermişdi. Onda A bura necə düşəcək? 4 kimi düşəcək. Vəssalam. Yəni ABC nə oldu bizdə? 5, B3, C1. Cavab 9. Baxın, 8-ci sualın cavabı da yoxdur. Fikir verin. A variantı, B variantı, C variantı, D variantı. Heç birinin 9 cavabı yoxdur. Cavab burada 9-dur uşaqlar. Qeyd eləyək. 8-ci sualın cavabı 9. Cavabı burada qeyd elədim. 7-nin də cavabı yoxdur, 8-in də cavabı yoxdur. Burada uşaqlar diqqətli olun. Öz bildiyinizi yazın və kitabda kifayət qədər səhvlər qarşımıza çıxacaq. Cavab variantı arasında yoxdur. 9. Qiyməti 2-də 1 olan bir kəsirin kəsir ədədinin sürətinə 11, məxrəcinə 1 əlavə edilərsə, qiyməti 2 olar. Bu kəsirin sürət məxrəcinin cəmi neçədir? Deməli, əgər qiyməti 2-də 1-ə bərabərdirsə, bir kəsirdirsə, o mütləq o kəsiri bu şəkildə yazın. 1x bölünsün 2x şəklindədir. Və bu kəsirin sürətinə 11 əlavə edirsən. Sürətə 11 əlavə elə. Məxrəcə 1 əlavə elə. Yəni 2x-in üzərində 1 gəl. Bu şəkildə olsun. Qiymət 2 olsun. Qiymət 2 olacaq. Bərabərdir 2 olacaq. Məsələn, bu tənliyə eləyəcəyik. Bu kəsirin sürət məxrəcinin cəmini tapın. Aha. Deməli, bunu çarpaz vursaq 2-ni bura. Olacaq belə bir şey. 4x üzərinə gəlsin 2 vur 1, 2 bərabərdir. Bu 2-nin məxrəcində 1 var da. 1-i də bura çarpaz vursaq elə x üstə gəlsin 11 olacaq. İndi 4x-dən x çıxanda 3x bərabərdir. 11-dən də 2 çıxanda 9-a, x də bərabərdir 3-ə. Bizim əvvəldəki kəsirimiz, fikir versəz, bu idi. 2x də x idi. Yəni 2x də x bərabərdir. X bizdə 3-dür. Bölünsün 2 vurulsun 3. Yəni bu da nə olur? 6-da 3. Yəni sən demə bizim kəsirimiz 6-da 3 imiş. 6-ya 3 kəsirinin sürət məxrəcinin cəmi. Yəni 6 ilə 3-ün cəmini tap. Bu da bizə verəcək təbii ki 9 cavabını. Cavab C variantı. 9. Sonra 10-cu sual. Yaşlarının nisbəti 8-də 3 olan, yəni ki 8x, 3x, 2 nəfərin 4 il sonra yaşları nisbəti 2-də 1 olacaq. Buna əsasən neçə il əvvəl bu 2 nəfərin yaşları nisbəti 6-dır. Deməli, yaşların nisbəti 3/8 olan, yəni birinin 3x yaşı var, birinin 8x yaşı var. 4 ildən sonra 2-də 1 olacaq. İndi bir dəqiqə. Gəlin bunu bayaqki kəsir kimi yazaq. Əgər kəsir 8-də 3-dürsə, bu olacaq 8x, bu olacaq 3x. 4 il gəlməliyəm. 4 il bunun üzərinə gəlirəm, 4 il bunun da üzərinə gəlirəm. Çünki 2 nəfər hərəsi 4 il artır. Olandan sonra nisbət 2-də 1 olacaq. Bərabərdə 2-də 1 götürün. Bərabərdə 2-də 1 götürün. Burada x yazmağa ehtiyac yoxdur. Yenə bayaq kimi çarpaz vurun. Bax, bunları belə çarpaz vurun. Deməli, biri 8x üstə gəl 4-ə vuranda 8x üstə gəlsin 4 alınacaq. Bərabərdə 2-ni vurduqda 6x üzərinə gəlsin 8 olacaq. 2-ni vururuq bura. Sadələşdirsək 2x bərabərdir. Demək, 8-dən 4 çıxanda 4-ə x də bərabərdir 2-yə. 4-ü 2-yə böldüm. x2. İndi bu 2 nəfərin neçə il əvvəl yaşları nisbəti 6 x2-dir. x2-dirsə deməli sən demə bizim kəsirimiz belə idi. 8x-də 3x-dir. Yəni ki 8x-də 3x bizim nisbətimiz əslində 8 vur 2 16-da 6 imiş. Əslində. Deyir neçə il əvvəl bu 2 nəfərin yaşları nisbəti 6-da 1 idi. Təzədən bir dənə tənliyi qursaq, yəni 16-da 6, bundan da bir n çıxıram, 16-dan da bir n çıxıram. Yəni hər ikisindən n il əvvələ gedirəm. Kəsirin qiyməti 6-da 1 olacaq. Təzədən bir dənə bunları çarpaz vurub hesablamaq lazım olacaq. Bunları çarpaz vursaq yenə deməli çarpaz vursaq 16 çıxılsın n, yəni 1-ə vuranda öz olacaq. 6 vur 6 36 çıxılsın 6n. Çıxılsın 6n. Deməli 6n-i gətirəndə bunun yanına olacaq nə? Üstə gəl olacaq da. 6n-dən n çıxanda 5n.
5n bərabərdir 36-dan da 16 çıxanda 20-yə. N də nə oldu? 20 bölü 5 4. Yəni neçə il əvvələ getməliyəm? 4 il əvvələ getməliyəm. Cavab olacaq D variantı 4. 10-cu tapşırıqda. Növbəti deməli 11. 11-də bizə deyir ki, aşağıda verilmiş ədəd oxunda 8-də 1 16 arası hissəyə bölünmüşdür və hərflər göstərmişdir. Deməli 96-da 17 kəsrinə uyğun. Bunları 96-ya gətirsək, görək nə olur? 96-ya gətirsəm 96-ya gətirsəm 12-yə vuracam da bunu elə bir ki 96-da 12 olacaq 8-də 1. Düzdür? Bəli. Bu 13 olacaq. Bu 14 olacaq. Bu 15 olacaq. Bu 16 olacaq. Bu 17 olacaq. Bu da olacaq 96-da 18. Hansı ki 6-ya ixtisardan sonra həqiqətən də 16-da 3-ə bərabərdir. İndi 96-da 17-də bunların məxrəcində 96 var yazmamışam da yəni. 96-da 17-ni istəyir də məndən. 96-da 17 hardadır? Hansı hərfin üzərinə düşdü? E hərfinin üzərinə fikir verin. E hərfində mən yazmışam 96-da 17-ni. Yəni 96 yazmamışam məxrəclərini. 17 yazmışam. Olacaq cavabımız E. Yəni nə? D variantındakı cavab. Növbəti 3-də 2, 5-də 3, 7-də 5. Bunları müqayisə eləmək lazımdır. Müqayisə eləyəndə baxıram, ya orta məxrəc ya da sürətləri bərabərləşdirməliyəm, fərqi yoxdur. Mən sürətləri bərabərləşdirirəm. Bunun baxın sürətlərini daha kiçik ədədlərdir. Sürətləri bərabərləşdirirəm. Yəni səndə əslində 2 3 5-ə 2 3 5-ə ortaq, yəni əkov nə taparsan, demək 30 taparsan da, düzdürmü? 30. Bu 30-da yəni sürət 30 olsa belə deyək də. Sürət 30 olsa, yəni bunu 15-ə vurduq da biz. Olacaq 45-də 30. Sonra B-ni 30 kimi yazsam, sürətini 30 kimi yazsam. 10-a vurmuşam, 50-də 30. C-ni də sürəti 30 kimi yazsam, 6-ya vurmuşam, 42-də 30. İndi burada deyir hansı böyükdür və variantlarda görürəm kiçiyi ilə yazıb hamısını. Hamısı kiçiyi ilə başlayır. Ən kiçiyi bizdə nədir? Ən kiçiyi bizdə C-dir. Yəni 42 məxrəci kiçik olan kiçikdir də. Daha doğrusu bir dəqiqə. Bir dəqiqə. Sürətləri eyni olan hansı doğrudur? Sürətləri eyni olan kəsələrdə məxrəci kiçik olan daha böyükdür. Məxrəci kiçik olan. Deməli C burada daha böyükdür. C yox. Bir dəqiqə. Məxrəci kiçik olan daha böyükdür. Kiçikdən doğru düşsəm, onda 50-dən başlayacağam. Yəni B olacaq, kiçikdən doğru. Sonra A olacaq, sonra C olacaq. Bu şəkildə. C burada ən böyükdür. B, A, C. B, A, C də bizə C variantında verilib. Bu formada. C variantı bəli. 13-cü sual. Ardıcıl 5 natural ədəddən kiçiyinin 4 misli ilə böyüyünün 2 mislinin fərqi 10-dur. Bu 5 ədədin ortancılı neçədir? Ardıcıl 5 dənə natural ədəd. Məsələn, deyək ki, ədədlərimiz x-dir. X plus 1-dir. X üstə gəlsin 2-dir. Ardıcıl da x üstə gəlsin 3-dür. Və x üstə gəlsin 4-dür. 5 dənə ədəd. Bunun kiçiyinin 4 misli. Kiçiyinin ilə x-in da. X-in 4 misli eləyəcək 4x. 4 misli ilə böyüyünün 2 mislinin fərqi 10-dur. Böyüyünün 2 misli. Yəni x üstə gəl 4-ün fərqi. Çıxılsın, 2 vurulsun, x üstə gəl 4. Bu fərq deyir 10-dur. Bərabərdir 10-a. Bu fərq 10-dur. İndi 4x-dən burada mörtəzəni vurub açanda 2x çıxanda qalacaq 2x. Bu 2-ni də 4-ə vuranda amma çıxma olacaq da. Çıx 8 olacaq. Bərabərdir 10-a. Buradan alacaqsan 2x bərabərdir 10-dan 8-in cəmi 18-ə. X də bərabər 9-a. Bu tənliyə edib x 9 aldıq. Bu 5 ədədinin ortancılı hansıdır? Ortancılı baxın. X üstə gəl 2 də ən ortada. Ona görə nə olacaq? 9 üzərinə gələnsin 2. X-in yerinə 9 qoyduq. Oldu 11. Cavab 11. A variantı. Növbəti. Deməli, bu ədədi minliklərə qədər yuvarlaşdığında 70 min alınır. A-nın yerinə yazıla biləcək ədədlərin 4 misli neçədir? Ədədin 4 misli. Deməli, 70 min alınması üçün yerinə yazıla biləcək ədədin 4 misli neçədir deyir. $70.000. Hə.
deməli A-nın yerinə elə bir ədəd yazmalıyam ki, 8 onu baxın 8 yaz, ona qabaq, ondan sonra 8 gəl bax. 8 onu bir vahid çoxaltsın. Yəni belə deyək də, A-nın üzərinə 1 gələndə çevrilib olub 10. 10 olub da, sıfırdakı 0 yəni 10 deməkdir. 10 olub. Onda A nədir? 9-dur. Deməli sən demə A-nın qiyməti 9 imiş. Belə də 69 olub çevrilib 70. Axı ondan qabaq 8 gəlir. Ondan sonra da doğrusu ədədə yazanda da elə bil ki. 8 o A-nı bir vahid çoxaldıb 70 eləyib yuvarlaşdıranda, minliklərə görə yuvarlaşdıranda. Ona görə A-nın yəni 9 imiş. İndi A ədədi yazılacaq 4 misli tap deyir. 9-un 4 misli. 9-u 4-ə vur. 36. Cavab C. ABC rəqəmlərdir. Əslində B-nin ala biləcəyi rəqəmlərin cəmini tapın. Demək ki, biz burada necə eləyə bilərik? 5-də 17-ni mən belə yaza bilərəm də. 1 tam üzərinə gəlinsin. 5-də deyək ki 12. 5-də 12. Bu ola bilməz axı. Yəni 1 üstə gəlsin 5-də 12 deyəndə biz ABC burada rəqəmdir axı, baxın. Deyir ABC rəqəmlərdir. Ona görə B-nin yenə baxın 12 düşdü. Yəni bu hal mümkün deyil. Sonra 2 tamı baxaq. 2 üzərinə gəlinsin 5-də deməli 10, 5-də 7 ola bilər. Bu ola bilər. Deməli B-nin yenə bir dəfə baxın 7 düşdü. B-nin yenə bir dəfə 7 düşdü. Bir də 3 tam. 3 üzərinə gəlsin 5-də deməli 15 2. Bir də B-nin yenə baxın 2 düşdü bir dəfə də. Vəssalam. Da 4 tam deyə bilməz. Çünki 17-nin 5-ə bölündə 3 tam düşə bilər ən çox. Deməli bu iki halda B bir dəfə 7, bir dəfə 2 ola bilər. Bunların deyir rəqəmlərin cəmini tap. 7 üstdən gəlsin 2. Bizə doğru cavabı 9 verəcək. Cavab D variantı. On 16 nömrəli tapşırıq. 16 nömrəli tapşırıqda deməli nə baş verib? Nə edə bilərik? 5 gəlsək, baxaq. Artımlara birinci baxın həmişə. 5 gəlsə üzərinə 7 eləyəcək. Üzərinə 7 gəlsə, aha 2 artır, tək ədədlərdir. Üzərinə 9 gəlsə, bəli. Üzərinə 11 gəlsə, bəli ödəyir. Tək ədədlərə gəlir, fikir verin. Üzərinə deməli indi 13 gələcək. İndi üzərinə 15 gəlib və növbəti 62-nin üzərinə gələn ədəd 17 olacaq. Yəni baxın, buradan artımların öz ədədləri də 2 artır. 5, 7, 9, 17 gələcək. Yəni bir sözlə 62 üzərinə gəlsin 17-ni hesablamamaq lazımdır. Selyer bu da. 79. Cavab A variantı. Sonra deməli bu ifadədə yan tərəfdə verilən ifadə A üstəgəl B C-ni tap. Birinci bunu hesablamaq lazımdır. Deməli mən görürəm ki, burada nə görürəm? Bir dəqiqə. Bax A-dan 2 çıxanda 4 aşağı düşüb. A 6 ola bilər. 7 də ola bilər əslində. İndi baxaq. 6 olsa, baxaq 6 ilə. 6 olsa burada da 6-dır. Deməli onda C 7-dir. C 7-dirsə o ödənmədi, baxın. Nədən 7 çıxanda? Ödənmir. Onda A 7 imiş. A 7-dirsə, 7 burada da yazmalıyıq. Deməli C 8-dir. C burada 8-dirsə, B burada 6-dır. 16-dan 8 çıxanda 8 düşür. Bəli, həqiqətən də 7 buna 1 vahid verib 16 olub. 6 qalıb, 6-dan 2 çıxanda bura aşağı 4 düşüb. Düzdürmü? Vəssalam. İndi A üstəgəl B. Yəni 7 üstə gəlsin 6 çıxılsın C, yəni 8. 13-dən 8 çıxanda 5. Cavab olacaq 17-nin sualının cavabı olacaq B variantı. 18 şifrələrə aid sualdır. Hərflər rəqəmlə əvəz edilmişdir. Kainat sözünü tapın. Yəqin ki, asan sual olar. Q sözünü tapmaq üçün getməliyəm Türkçə sözündəki 3-cü hərfə. 3-cü hərf 7-dir. Deməli sözümüz 7 ilə başlayacaq. Sonra A hərfi. A hərfi minada axırıncı hərfdir 4-dür. Deməli burada 4 olacaq. 74 ilə başlayacaqsa C variantı getdi. 74 ilə başlamalıdır. Sonra I hərfi. I hərfi minada ikinci hərf 2-dir. 742 ilə başlayacaq. A variantı 743-dür. Getdi. N hərfi minada üçüncü hərf 3-dür. 74 davamı da var da 74 23 ilə başlayan bir dənə B variantında verilib. Çünki D variantı 74 24-dür. Bu da getdi. Həmişə variantları çıxdı ki, şifrələr sonra daha tez tapın. 19. Deməli 19-da
Bizdə 3 dənə tərəzi verib. 3 dənə tərəzi verib. Biraz şəkil başqa cür verilib. Burada məsələ nədir? Burada məsələ odur ki, ağır tərəzilərə baxmaq lazımdır. Baxın, birinci tərəzidə C ağırdır. Yəni C daha çoxdur. Aşağı düşən tərəzi daha ağır olur da, daha çox olur qiyməti. ABC cisimləri asılmışdır. ABC cisimlə ağla müqayisə edin. Müqayisə eləməliyik. Deməli, burada birinciyə görə C böyükdür. Və kiçikdən başlayaq da. Çünki kiçik ilə verib variantları. B kiçikdir. Birinciyə görə B kiçikdir C-dən. Düzüm. Çünki C daha ağırdır. İkinci tərəziyə baxaq bura. İkinci tərəzidə görürəm ki, B daha ağırdır. Fikir verin. B daha ağırdır. Yəni B, A kiçikdir B-dən. Bunda vəssalam da. Üçüncü tərəziyə ehtiyac qalmadı əslində. Bu formalı bir şey aldıq. Deməli, A kiçikdir B-dən. B də kiçikdir C-dən. So, ABC şəklində. Bu da D variantında verilib. Bu da D variantında verilib. 20-ci tapşırıq cədvəllərə aid bir sadə bir sualdır. Deməli, toplama cədvəlidir. Fikir versəz, burada B ilə B-nin kəşfəsinə 32 yazıbsa, deməli, eyni ədəddir. Toplayanda 32 eləyibsə, bu 16-dır. Yəni, B-nin qiyməti 16 çıxdı. B 16-dırsa, C buradan baxın, B ilə C-nin cəmi nədir? 23 yazıblar. Deməli, C 7-dir. C 7-ni buraya yazandan sonra A ilə C-nin cəmi 26 yazıblarsa, A da deməli 19 düşdü. Bəs o. A-nın qiymətini tapın 19. Sadə bir sual arasında. 21. Bu da yəqin sizə sadə gələr, çünki çox işləmişsiniz yəqin. 2 ilə 4 kvadratdır. Burada hesablayacaqsan. A-ya 2, 4. Burada da 2, burada da 4 qoyacaqsan. 5 vur 2 eləyəcək bizdə 10. Çıxılsın 2 vur 4. Baxın burada 2 vur 4, 8. Bunun da qiyməti olacaq 2. Yəni bunu hesabladıq, 2 aldıq. Ortada üstəgəl var, qoyduq. İndi isə digərini hesablayacağım. 3 dairə 2-ni. 3 dairə 2, yəni burada. İkincidə. 3 dairə 2. Burada 3 qoyacaqsan. A-nın yerinə burada 2 qoyacaqsan. 2 vur 3. Burada 2 vur 3. 6 üzərinə gəlsin. Burada da B2-dir dost. 2. Bu da eləyəcək neçə? 8. Yəni bunun da nəticəsini biz 8 aldıq. 2 ilə 8 toplayanda 10. Cavab burada C variantıdır. Heç bir səhvim olmasa C oldu. 22. 22 də çox maraqlı bir sualdır. Deyir ki, ən az neçə kibrit çöpünün yerini götürsək, qalan şəkildə heç bir kvadrat olmayacaq. Burada kvadratlar var. Hər hansı bir kvadrat, məsələn 2-nin 2 olan kvadrat da var burada əslində. Sonra balaca kvadratlar da var. Bunlar heç bir kvadrat olmasın burada. Mən hansıları götürəcəm? Baxaq. Mən hansıları götürəcəm? Ən az sayda. Mən bunu götürəcəm. Bax, bir bunu, bir bunu, bir bunu və bir bunu. Vəssalam. Fikir verin, o kibrit çöpləri olmasa idi, kvadrat düzəldə bilərdinizmi? Xeyr. Bu kiçik kvadrat düzəlmək olmur. Həmçinin bu kiçik kvadrat düzəlmək olmur. Amma bunu düzəltmək olaraq, məsələn. Məsələn, bunu düzəltmək olur, yox. Bir də baxaq. Eyni kvadrat düzəltmək. Neçə kibrit çöpünü götürsə, qalan şəkildə heç bir kvadrat olmaz. Məsələn, mən bununla bunu götürsəm, belə bir kvadrat olacaq axı burada. Deməli, o yanlış yoldur məncə. O 4 dənə götürmək, düzdürmü? Biraz baxaq. Məsələn, bunu götürsək, demək, bir bunu götürsək, nə baş verəcək? Dəqiqə, bunu da götürsək, məsələn, bunu da götürsək, bunları götürsək nə olar? Bunları. Yenidən kvadrat əmələ gələcək də burada məncə. Biraz düşündürücü sualdır. Məsələn, normalda bunları götürürlər çoxu, məsələn, götürsə. Bunları götürsə. Amma burada baxın, 2-nin 2-yə kvadrat qaldı axı.
2'nin 2'ye kvadrat qaldı məsələn. Ona görə bunun cavabı kimsə burada 4 seçib. Mən rastıma çıxıb hardasa videoda 4 götürüblər, amma 4-dən çox olur axı deyəsən. Çünki 4 yəqin ki belə götürüblər. Bunları götür. Bax bunları götürsə heç bir kvadrat qalmır, düzdür? Heç bir kiçik kvadrat qalmır. Amma məsələn bu 2-nin 2-yə olan bir kvadrat qalmırmı? Məncə qalır axı. Baxa görə biz özümüz nə edə bilərik burada? Məsəl üçün, deyək ki bunu götürdük. O formada 4 dənə onsuz da götürməliyik biz. Ən az cavab burada 4 onsuz. 4-ünü götürməliyik. Amma həmin o kvadratları məsələn deyək ki bunları götürdük. Bu ikisini götürdüksə artıq bu ikisini götürdük. Məsələn bu ikisini də götürdük. Onda bir dənə də bunu götürsəm bəs. Belə götürsəm. Bu olar deyəsən, hə? Baxın. Məsələn burada kiçik kvadrat yarada bilmərəm. Kiçik kvadrat yarada bilmərəm heç vaxt. İndi 2-2-yə baxım kvadratlara. Belə bir kvadrat yaratmaq olardı, amma götürmüşəm bunu. Belə bir kvadrat təbii ki yarada bilmərəm. 4-dən olur əslində. 4-dən olur. Bir dənə baxın. Deməli mən buradan bu ikisini götürsəm, bax bu işarələdiyim yeri götürsəm, bu 2 dənəni. Artıq burada heç bir 4 dənə kvadrat balaca ala bilməzsən, amma böyük kvadrat ala bilərəm, baxın. Böyük kvadrat ala bilərəm. Deməli mən məcbur o kvadratın hər hansı bir tərəfindən birini götürməliyəm. Onu buradan götürürəm birini məsələn. Deyək ki birini buradan götürürəm. Yox, gəlin belə eləyək. Birini buradan götürək. Ki bu da ləğv olsun, burada balaca kiçik kvadrata yaranmasın. Birini burada bildiyi işdə də bu ikisindən ortasından götürürəm ki, bu 2 dənə kiçik kvadrat yaranmasın orada. Vəssalam. Vəssalam. 2-nin 2-yə olan kvadrat yaranmır. Kiçik kvadratlar da zaten yaranmır. Yəni 4 dənə mümkündür əslində. Olacaq D variantı. Amma baxır hardan götürmüsən də o yəni kibrit çöplərini. Mən dediyim formada götürsəm məsələn hə olmayacaq. Bəzən bunun həllində deyirlər elə cavab 4 hansı bir yerdən götürürlər, amma burada 2-nin 2-yə olan kvadratlar yaranma şərtində ləğv eləmək lazımdır məncə. 23. Bir ölkədə ABCD şəhərlərinin yerləşdiyi yerlər ilə əlaqədar aşağıdakılar bilinir. A həm B, həm də D ilə qonşudur. Həm B, həm də D ilə qonşudur. B həm C, həm də D ilə qonşudur. C ilə D qonşudur. Belə nasıl hansı ola bilməz? Məsələn, A variantına baxaq. A B ilə D ilə qonşudur, bəli. B C ilə D ilə qonşuluğundadır, bəli. Qonşuluğundadır. C ilə D qonşudur, bəli, qonşudur. C ilə D qonşudur. Yəni toxunur da demək istəyir. Deməli amaneti ödəyir. B variantı. A B ilə D ilə toxunur. Yəni bu belə deyək də qutular bir-birinə toxunur söhbətdə burada. C ilə D toxunur, bəli, ödəyir. C variantında. A B ilə D ilə qonşudur. C D ilə qonşudur. B də C ilə D ilə qonşudur, bəli. C variantı ödəyir. Görək D variantı nədir səhv? A B ilə D ilə qonşudur, ödəyir. Yəni bu şərti ödəyir. B C ilə D ilə qonşudur. Xeyr, fikir verin. B başqa yerdədir, C başqa yerdədir. Bax B ilə C-nin qonşuluq şərti pozulur. B C başqa yerdədir. C D ilə qonşudur, ödəyir. Yəni ki, 2 şərt ödəyir, amma B ilə C qonşu olmur. Çünki B ilə C bir-birinin yanında deyil. Qutular kimi düşünsəz. Ona görə cavab olacaq D variantı. 24. Yenə şifrələr. Amma burada şifrə nədir? Burada şifrə hər hərfə nəyə uyğun gəlir burada? Baxaq hələ. Deməli, hansı hərf uyğun gəlir? Bizdə A 121-ə uyğun gəlir deyəsən. Baxaq bir dəqiqə. A bizdə 121-ə uyğun gəlir. Baxaq. A 121-dirsə, burada 121 gedəndən sonra 2-yə uyğun M gəlir. M 2-yə uyğun gəlir. Baxın, 3-cüyə baxsaz SMS sözündə. SMS sözündə 2 əgər M-dırsa, S-lara bəli 21 qalır. Yəni S da qalır 21-ə.
Həqiqətən də əvvəldə də m-nın yerinə 2 dəyəndə ödəyir. Həqiqətən də asa sözündəki 121-ləri silsən, ortaya 21 düşür ki, bir şey verin. Nəmrə baxın. Ortadakı bu əvvəldəki axırdakı 121 silsən, ortada 21 qalır ki, o da s-dır. Asa sözündəki s-dır. Bəli, vəsə. Burada qeyd olundu hamısı. Deməli, A-nı soruşur bizdən. A-na uyğun 121 gəlməlidir. A variantı. 25-ci sual. Şəkildə vahid kublardan ibarət bir fiqurun öndən görünüşü verilib. Şəkil əsasən öndən baxarkən heç bir üzü görünməyən neçə kub var? Yəni buradan biz baxdıqda heç bir üzü görünməyən. Heç bir üzü görünməyən, heç bir üzü görünməyən. Məsələn, burada bunlar lazım deyil. Bunları biz görürük. Yəni buradan 6 dənəsini görürük. Bunlar lazım deyil. Bu hissə bizə lazımdır. 6 dənəsini görürük. Bu hissədə baxın, ancaq görünməyənlərə baxacağam. Bunun altında 2 kub var. 2 kub var. Onu görməyəcəyik. Və həmçində bunun altında 3 kub var. 3 kub var. Sonra. Bax, bunun altında, işarələdiyim oxun altında 3 kub, düzdürmü? Bəli, 3 kub var. Bunun altında isə 4 kub var. Bax, bunları biz görmürük. Bunları hesablamaq lazımdır. 3, 4, 3. Belə də 10, bu da 2, 12. Cavab B variantı. Əslində bəsit sual sayılar. Baxaq. Növbəti. Xəritədə deməli C-dən keçməklə ən az hər körpüdən ən az bir dəfə keçməlisən. C-dən keçməklə A adasından F adasına neçə fərqli yolla gedə bilərsən? Baxaq. Deməli A-dan C-dən keçməlisən, A-dan F-ə getməlisən. Baxaq. Deməli A-dan F-ə. A-dan F-ə getmək üçün A-dan tutaq gəldin C-yə, C-dən deyək ki D-yə, H-a, G-yə və F-ə. Bu bir yol. Bir dənə qələm dəyişək. Deməli A-dan C-yə gəlib deməli A-dan J-yə gəlib, C-yə gedib, sonra D-yə gedib, H-a gedib, gəlib bura F-ə çıxa bilərdin. Bu ikinci yol. İkinci yol. Növbəti. A-dan B-yə gedib, D-yə gəlib, C-yə gedib, sonra J-yə gedib, J-dən K-ya, K-dan H-a, H-dan G-yə, sonra F-ə gedib. Bu üçüncü yol. Bu üçüncü yol. Baxın, 4 varmı? 4 varmı? A-dan B-yə gəlsək, əslində var. Əslində 4-cü yolda var. A-dan B-yə gələrəm, Y-yə gedərəm, D-yə gedərəm, sonra C-yə gedərəm. C-dən keçdim də. Sonra J-yə, sonra K-ya, sonra H-a, sonra G-yə, sonra F-ə. 4-cü yol. 4-cü yol. Deməli, düz yol. 4-cü düzlükdə A-dan B-yə, Y-yə, D-yə, C-yə, J-yə, K-ya, H-a, bəli, G-yə, F-ə. 4-cü yoldan başqa nə yol ola bilər bir dəqiqə? A-dan B-yə. C-dən keçməklə deyir də. Məncə 4 dənə yol olacaq. 4 dənə yol olacaq. Başqasını görmədim. Amma cavab burada 3 seçib kimsə. Kitabın arxasında 3 verilibsə, cavab amma 4-də axı. Yəni istəyirsiniz bir də baxaq. Deməli, baxın, bir də baxıram sizin üçün. Deməli, bizim yollarımız hansıdır? Bax, A-dan elə C-yə gəlsəm birbaşa, C-yə. Sonra məcbur D-yə getməliyəm. H-a yol yox da D-yə, H-a, G-yə, F-ə. Bu bir dənə yol. Sonra A-dan B-yə gələrəm. Y-yə gedərəm məcbur. D-yə də gələ bilərdim əslində. Əslində ola bilər. A-dan B-yə gəlib, Y-yə gedib, D-yə, C-yə, H-a,
C'yə bir də F-ə. Bu ikinci yol. Üçüncü yol isə fikir verin. A-dan B-yə gələrəm. Y-yə heç getmərəm. D-yə gələrəm. C-yə gedərəm. H-a, C-yə, F-ə gedərəm. Üçüncü yol. H-a, C-yə gedərəm. Üçüncü yol. Bir də D-yə gəldim də artıq. A'dan üzə artıq J-yə getməliyəm. A'dan J-yə gedərəm. C-yə gedərəm. Yenə H-a, C-yə, F-ə. Dördüncü yol. Beşinci yol tapdım artıq deyəsən. Dəqiqə baxım. Beşinci yol varmı? Aha. A'dan 5-ci yol tapdım axı. Bir dəqiqə. Baxın. Deməli 5-ci yol bax bu ola bilər. Bax. A'dan C-yə gəlirəm. Yaşıl qələmlə göstərirəm. Yaşıl rənglə. A'dan C-yə. Düzdür. C-dən mən heç J-yə falan getməmişəm. J-yə gedərəm. J-dən K-yə gedərəm. H-a gedərəm. G-yə və F-ə. 5-ci yol. Fikir verin. Oxlar neçədən göstərir F-in üzərində o qədər. 1, 2, 3, 4, 5 dənə. 5-ci yol tapdım mən. 5 dənə yol. Hamısında C-dən keçmişəm. Düzdür. C hadasından keçməyin. 5 dənə yol tapdım mən bu sualda. Yəni cavab burada mən düşünürəm D variantıdır. Neçə fərqli yolla getmək olar? Mən 5 tapıram 26-cı sualın cavabını. İndi bilmirəm 3 veriblər, 4 veriblər. 5 dənə yol göstərdim. 27. Meyvə dükanından 7 armud qiymətinə, deməli 7 armudun qiymətinə 4 portağal almaq olur. 4 portağal almaq olur. 1 portağalın qiymətinə 3 alma almaq olur. Deməli bunu ar eləyək. 1 portağalın qiymətinə də 3 alma almaq olur. 14 armud 6 portağala ala bilmək üçün bunu nə qədər alma almaq olar? Deməli 14 armud. Ümumiyyətlə 1 portağal, 1 armud nə qədər almadı ona baxaq. Burada 4-ü nəyə vurmalıyam? 3-ə vurmalıyam. 3 almadı çünki. Deməli bərabər olmalıdır. Dəqiqə. Yəni 3 almanı burada yerinə yazanda olacaq bərabərdir həm də 7 armud 4 vur 3 12 almaya. 12 almaya. 7 armud 12 almadı. 7 armud. Bəs 14 armud. 7 armud 12 almadır. 14 armud 7 armudun 2 qatıdır. 12 almanın 2 qatı da olacaq 24 alma. Üzərinə gəlsin. Deyir nə qədər almaq olmalılar? 24 alma buradan. Sonra deyir ki 6 portağal. 1 portağal 3 almadı. 6 portağal 6 vur 3. 6 vur 3. Yəni 18 almadı. 6 vur 3 yəni 18 almadı. 18 almadı buradan. 8 alma bərabərdir. 24 ilə 18-i toplayanda 42 dənə alma almış olacaq. Yəni cavab 42-dir. C variantı. 28 nömrəli sual. Deməli, atanın yaşı kiçik qızı doğulanda böyük qızının yaşının 4 misli idi. Kiçik qızı doğulanda. Yəni burada ata var. Böyük qızı var, kiçik qızı var. Kiçik qızın 0 yaş olanda, 0 yaş olanda böyük qızının yaşının 4 misli idi. Yəni böyük qızın x yaşı var idi, atanın isə 4x yaşı var idi. Fikir verin, kiçik qızı doğulanda, yəni 0 yaş olanda, böyük qızın x yaşı olarsa, atanın da 4x, 4 dəfə çox oldu. Kiçik qızı 6 yaşına çatanda, yəni 6 il sonra, onda bu olacaq böyük qız 6 ildə artacaq, ata da artacaq, olacaq 4x üstəgəl 6. Fikir verin, fikir verin. Yəni 6 il hər biri artacaq. Çatanda atanın yaşı, yəni 4x üstəgəl 6. İki qızının yaşları cəminin, yəni bu ikisinin cəminin x üstəgəl 6 ilə 6-nın cəminin 2 mislindən 4 vay çox idi. Bax burası çətin ola bilər bu sual sizin üçün. 2 mislindən 4 vay çox idi. Böyük qız doğulanda atanın neçə yaşı olmuşdur? İndi baxaq. Hələ bu tənliyi həll eləyək. Deməli bizdə tənliyi necə olacaq? Atanın yaşı, yəni 4x üstəgəlsin 6 bərabərdir. Bunların yaşları cəmi. Bunların yaşları cəminə fikir verin. X üstəgəlsin 12 eləyir. Bu x üstəgəl 12-nin 2 misli. 2 vurulsun x üstəgəlsin 12-dən. Deməli 12-dən 4 vahid çox. Deməli 4-də gəlmək lazım üzərinə. Düzünə 4 gəl. Bu tənliyi həll eləsək, bax verilmiş bu tənliyi həll eləsək, nə olar? 4x üzərinə gəlsin 6. Bunu vurub atsaq 2x
Üstə gəlinsin. 2-ni 12-yə vuranda baxın 2-ni 12-yə vuranda 24 edir. Burada 4 var. Olacaq 28. Olacaq 28. Bunu həll etsəz deməli 2x bərabərdir. 28-dən 6 çıxanda 22. X də bərabər 11 alarsınız. Yəni bu böyük uşağın 11 yaşı var. Böyük qızın 11 yaşı var. Atanın isə 44 yaşı var. 4 vur 11. 4 vur 11. 44 yaşı var. İndi deyir ki, böyük uşaq doğulanda, yəni böyük uşağın 0 yaşı olanda 11 il əvvəldə, yəni atanın neçə yaşı var idi? Ata neçə yaşı olmuşdu? Ata 44 yaşı yoxdur. 44-dən 11 il əvvələ gedəndə, yəni böyük uşaq, böyük qızı doğulanda olacaq 33 yaşı. Məsələn. Yəni atanın 33 yaşı olacaq. Cavab D variantı. Biraz çətin sualdır, razıyam. 5-ci sinif üçün biraz çətin sualdır, amma yəni bu şəkildə eləmək olar. Növbəti sual. Deməli, məşhur suallardan biridir. 4 səhv bir doğrunu aparan 60 suallıq bir imtahanda hər sualın balı 12-dir. Necə yəni? İmtahanda hər sualın balı 12-dir. 12 bal verir, hə? Bir düz yəqin ki. Bu imtahanda 4 sualı boş buraxan şagird bu qədər bal toplayıb. 4 səhv bir doğrunu aparır. Hər sualın balı 12-dir nə deməkdir bilmədim amma. Hər doğru cavabı 12 bal verilirdisə daha yaxşı olar məncə. Səhv cavablandırır sualların sayı. Deməli, səhv cavablandırır sualların sayı. Nəyi soruşdur? Ona x desəm. X desəm. Doğru sualların cavabı isə 4 sualı boş buraxıb. Və bu suallar, bu tip suallarda yenə şərt çatışmazlığı var. Niyə? Boş buraxdığına xal verilmir deməlidir. Boş buraxdığına xal verilmir deməlidir. Biz 60 dənə sualdan 4 sualını boş buraxmışıqsa, 56 sualımız qalıb. Düzdür? 56 sual həm səhv, həm doğru bir yerdədir də. Səhvə x demişəmsə, doğruların sayı olacaq 56 çıxılsın x sayda. Vəssalam. Hər sualın da balı 12 baldır. Hər doğru sualın balı. Bax, bunun hər doğru sualın da balı 12-dirsə, 432 bal toplayıb deyir. 432 bal toplayıb. Deməli, 4 belə deyək də, tənliyi belə quraq. 56 çıxılsın x nə qədər sual cavab verməlidir? 12 baldan. Gəlin lap belə eləyək. Çünki 12-ni 56-ya vurmaq biraz çətin olacaq. Mən x-i doğru suallara verim. Səhv cavablara deyim 56 çıxılsın. Fərqi yoxdur, yeni dəyişə bilərsiniz. Deməli, doğru suallara x demişəmsə, nə qədər doğru? Doğru sual neçə baldır? 12 baldır. Bunu dediyinə görə də düzgün. 12 vurulsun x-dan, çıxmalıyam 4 vurulsun 56 çıxılsın x-i. Yəni səhv cavabların 4 dənə səhv olsa bir dənə bala aparda qoysun. Bərabər olmalıdır 432 bala ümumilikdə. Yəni bir də deyirəm, doğru cavabların sayına x demişəm, doğru cavabların sayı. Onda 56 idi ümumi sual sayı. 56 çıxılsın x sayda səhv cavab var. 4 səhvdə bir doğru cavabı aparmaq üçün 4-ə vurub çıxmaq lazımdır. Deməli, bunu həll eləsək nə alırıq? 12x, burada fikir verin 4 çıxmadı, burada da çıxma x-dir. Olacaq üstə gəl. 12x üstə gəl 4x. Olacaq 6x. Daha sonra 16x. Bərabərdir. 4-ü 56-ya vursaq, çıxma nə olacaq? Sağ tərəfə keçəndə 432 ilə toplayacağam. Yəni burada qıraqda bir yerdə 432 üzərinə gəlinsin. 4-ü 56-ya vuranda deməli 24 2 yadda, 4-ü 5-ə 20, 22. Bunları toplasam deməli 2 nə idi? 6 5 656. Yəni bərabər olacaq 656-ya. 656 16-ya böləndə x alacam nə? Deməli 2 dəfə, 3 dəfə, 4 dəfə, 64, 41 dəfə deyəsən. 4 dəfə 64, 16 10, bəli 41. 41 bizim belə deyək də x biz nə dedik? Doğru cavablardır. 41 doğru cavablar. Səhv nədir? 56-dan çıxsam 41-i, 56-dan 41-i çıxsam olacaq bizdə deməli 15 dənə səhv. Cavab burada 15-dir. Mən nəyi səhv elədim? Bir dəqiqə. 20 4 24 2 yadda. 15 alıram bu sualın cavabını. Sualın cavabını 15 alıram. Səhvimi axtarıram bir dəqiqə.
60 suallıq bir imtahanda hər sualın balı 12-dir. Və bu formada 15 cavabını aldım. Gəlin indi başqa bir tənliksiz məntiqi yolla bir dənə düşünməyə çalışım. Məsələn, bu hamısına doğru cavab versəydi, nə olardı? O 4 sualı çıxıram da o heç. Yəni 60-dan 4-ü çıxıram, 4-ünü boş buraxıb 56-sı qalıb, düzdürmü? 56-sı. Hamısına doğru cavab versə, 56-nı 12-yə vurmalıyam. Tutaq ki, doğru cavab verdi hamısına. Olacaq nə qədər? 12, 1 yadda 10, 11, bu da 56. Yəni normalda bunun 2, 7, 672 balı olmalıydı. Amma 432 bal olub. Deməli 672 baldan 432-ni çıxanda nə qədər olacaq? 4, daha doğrusu çıxanda 0, 4, 240. 240 240 240 azalma baş verib. Və hər səhv cavabda bir doğru cavabı çıxır. Hər 4 səhv cavab. 4 səhv cavabdırsa, deməli onda bu nə deməkdir? 240-ı 4-ə bölmək lazımdır, düzdürmü? 240-ı 4-ə bölsə eləcək 60. 4-ə bölsə eləcək 60. 60. Demək. Altmış. Ümumi 12 baldan hesablasan, 56-ya vursan, eləyəcək bizdə neçə bal? 672 bal. 432-ni çıxsan 240 bal azalma baş verib. 240 bal azalma baş verib, düzdürmü? Yəni bu neçə səhv sayılır? 60 dənə səhv sayılır, düzdürmü? 60 60 səhv yox, 60 böl 4, 15 dənə, hə? 60 böl 4, 15 səhv çıxdı yenə. Bir dənə biz cavabı yoxlayaq. Cavabı yerinə qoymaqla da yoxlayaq. Mən o tənliyin 15 cavabını almışam. Yəni vaxt da gedir. Videonun vaxtı. Deməli, məsələn, 15 suala bu, əgər belə deyək də, 41 suala doğru cavab versə, 15 suala səhv cavab versə, 4-ünü boş buraxsa nə qədər eləyir? Ümumi say. 56, bu da 4. 60 sual. Düppədüz. Əgər hər sualın da düzgün cavabı 15-dirsə, deməli 41 15 12-dirsə 12-yə vurmalıyam. 41 doğrudur da, 15 səhvdir. Neçə səhv sualların sayı. 15 səhvdir. 15 səhvdirsə, bu nə deməkdir? Hər səhv bir doğru cavabı aparır, 4 səhv. Ona görə 4-ə vurmaq lazımdır bunda. 4-ə. İndi mən əgər 41-i 12-yə vursam, nə qədər eləyir? 41-i 12-yə vursam, eləyir deməli 2, 8, bir də 41. 492. 492. 15-i də 4-ə vursam 60. Hər 4 səhv cavab 60 bal. 492-dən də 60 bal çıxanda həqiqətən də 432 bal qalır. Yəni bu 15 suala 15 suala səhv cavab verir baxın. Cavablar arasında 15 yoxdur yenə. 15 yenə yoxdur. 29-cu sualda məncə problem var yenə. Cavab 15. 29-a mən cavabı 15 yazıram. İndi siz də baxarsınız. Yəni mən fikirləşsəm rəy bölməsinə bildirərəm. 29 idi. İndi 30-cu sual. 30-cu suala baxaq. Deməli 30-cu suala görə birlikdə kamp edən Adəm Bəbək, Camal 4 alpinist, burada da şərq-qərb kompası verilib. 1 saatda 1 km sürətlə şimal-qərb istiqamətdə.
Deməli, Adəm 1 saatda şimal-qərb istiqamətdə. Şimal buradır. Qərb isə baxın bu istiqamətdə olmalıdır. Baxın verib burada baxın. Adəmi burada verib. Babək 1 saatda 4 kilometr sürətlə şimal istiqamətdə. Bax, şimalda buradadır Babək. Burada baxın veriblər əslində. Camal 1 saatda 3 kilometr sürətlə şərq istiqamətdə. Bu istiqamətdə hərəkət edəcək. 3 kilometr. Davud da 1 saatda 1 kilometr cənub istiqamətdə. Bax, burada cənub buradadır. Mən sadəcə kilometrlə qeyd etmək lazımdır artıq. İrəliləyirlər. Verilənə görə 1 saatdan sonra bir-birinə ən yaxın olan 2 alpinist aşağıdan hansılardır? İndi baxın, 1 saatda 1 kilometr getməlidir. Bax, mən təqribi olaraq bunu bu formada yazıram. Tutaq ki 1 kilometrdir. Babək də 4 kilometr getməlidir. Bax, üzə 1, 2, 3, üzə 4 getməlidir. Bax, bu formada. Uzaqlaşdı. Camal 1 saatda 3. Deməli, 1, 2, 3 bu formada olmalıdır. Davud da 1 saatda 1 kilometr. Yəni 1, belə. Onda kim bir-birinə yaxındır? Məncə Adəmlə Davud. İki alpinist kimlərdir? Ən yaxşısı bunu koordinat oxlarından baxsaq. Tutaq ki, bu 0 nöqtəsidir. İndi Adəm 1 kilometr sürətlə getməlidir. Buradadır. Şimal burada, bax buradadır. Babək 4 kilometr getməlidir. Yəni deyək ki, buradadır. Bax buradadır. Çünki 4 kilometr gedib. Hətta biraz da yuxarıda olmalıdır. Camal 1 kilometr sürətlə şərqə. Şərq də buradadır. Bax burada. Davud da 1 kilometr baxın burada. Cənuba. Hansı yaxındır? Biraz maraqlı sualdır bu da. Hansı yaxındır? Babək olmayacaq. Yəni, Adəmlə Babək biraz uzaqlıqdadır. Məncə. Babəklə Camal da uzaqdır. Hətta Camal aşağıdakılardan kimlərdir? Adəmlə Babək yox. Uzaqdadır da bu. Çünki Babək artıq 4 kilometr gedib. Sonra Babəklə Camal. Babək, Camal bu 1 kilometr yenə. Babək Camal ola bilməz. Camal da Adəmlə Camal. Camal 3 belə deyək, kilometr uzaqlaşıb, Adəm də artıq 1 kilometr uzaqlaşıb. Gör nə qədər ara var. Deməli, Adəmlə Camal da ola bilməz. Camalla Davud ola bilər. Əslində bu Camalla Davud da ola bilməz də. Deməli, 3 belə gedib, 1 belə gedib. Bu 1 gedib. Düzdür əslində. 1 var bura. Bax, bununla bunun arası. Bir də var bununla bunun arası. Hansı daha yaxın olacaq? Camalla Davud. Aha. C variantı. Bir şey verin. Bucaqla da baxsaq. Bunların arasındakı bucaq nisbətən 90-a falan yaxındır. Bu amma çoxdur. Kör bucağı əmələ gətirir burada. Bucaqla da baxsaq, hə, burada mən 30-da C variantı götürərəm. Bucaqla baxsaq. Bir dənə bu 29-cu sualda nəsə 15 cavabı aldım. Buna bir daha baxarsınız. Diqqətinizə görə minnətdaram. Yenə də təklifləriniz üçün, iradlarınız üçün bildirərsiniz bölməsində.